Bugün Prezident İlham Əliyev 2013-cü ilin informasiya kommunikasiya texnologiyaları ili elan edilməsi haqda sərəncam imzalayıb. Sənəddə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Milli Elmlər Akademiyasının birlikdə tədbirlər planı hazırlaması əksini tapıb. Bu il Azərbaycanda bu sahədə görüləcək əsas işlər haqda məlumatları əməkdaşımız Vəfa Şəhlai öz süjetində toplayıb. 2013-cü il Azərbaycanda informasiya kommunikasiya texnologiyaları ili elan olunub. Bunu Prezident İlham Əliyev ötən il yekunlarına dair Nazirlər Kabinetinin iclasında bəyan edib. Prezident 2013-cü ildə informasiya kommunikasiya sahəsindəki prioritetləri də açıqlayıb. Cari ildə ilk növbədə elektron hökumət layihəsi çərçivəsində elektron xidmətlərin genişləndirilməsi nəzərdə tutulur. Nağdsız ödənişlərin inkişaf etdirilməsi də əsas hədəflərdən biridir. Həmçinin İKT ilində yeni texnologiyalarla bağlı kadr hazırlığına, bu sahələrə gənclərin cəlb edilməsinə xüsusi diqqət ayrılacaq. İKT sahəsində ən mühüm hadisə isə fevralda milli peykimizin kosmosa buraxılması olacaq. Milli peyk Azərbaycanın qüdrətini yüksəltməklə yanaşı, həm də iqtisadi baxımdan səmərəli layihədir. Belə ki, bu peykin xidmətlərindən digər ölkələrin də istifadə etməsi mümkündür. Qeyd edək ki, 2013-cü ildə ölkənin internet təchizatında da yenilik olacaq. Dövlət Neft Fondunun vəsaiti hesabına reallaşacaq yeni fəaliyyət proqramı, hətta ən ucqar kəndlərə belə yüksək sürətli internet çatdırılmasını nəzərdə tutur. İlkin olaraq Neft Fondundan bu layihəyə 103 milyon manat ayrılıb. Mütəxəssislər hesab edirlər ki, 2013-cü ilin İKT ili elan edilməsi heç də təsadüfi deyil. Çünki ölkədə indiyə qədər İKT sahəsində görülən tədbirlərin bir çoxunun nəticəsi məhz bu ildə hiss ediləcək. Prezidentin bu ili İKT ilə bağlaması, xüsusilə elektron xidmətlərə diqqət çəkməsi bəzi qurumlara son xəbərdarlıq kimi qiymətləndirilir. Dövlət qurumları var ki, icra hakimiyyətləri var ki, bələdiyyələr var ki, onlar informasiya İKT sahəsində tam şəkildə uyğunlaşmayıblar. Bələdiyyələrin əksəriyyətinin heç adi internet saytları mövcud deyil. Bir növ ölkə başçısının həmən bu qurumlara son şans verməsi kimi də qiymətləndirmək olar. 2013-cü il həmən bu qurumlara çox böyük məsuliyyət yüklənir və 2013-cü il bu qurumlar üçün son bir şansdır ki, artıq informasiya kommunikasiya texnologiyalarını özlərinə tam şəkildə tətbiq etməlidirlər. İKT-nin bir sahəsi olan mobil rabitə sahəsində ən vacib yenilik nömrələrin daşınması xidmətinin tətbiq olacaq. Bu sistem işə düşdükdən sonra artıq eyni nömrəni istənilən mobil operatorun kodu ilə birlikdə digər operatora köçürmək mümkün olacaq. Bu yenilik sayəsində mobil operatorlar arasında rəqabətin artacağı və tariflərin aşağı düşəcəyi gözlənilir. Xatırladaq ki, İKT-nin daha sürətlə inkişafı üçün ötən il İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyi yaradılıb. İKT məhsullarının və xidmətlərinin ixrac həcmini artırmaq üçün vergi güzəştlərinin də tətbiqinə qərar verilib. Vəfa Şəhlai, Ruslan Məmmədov, ANS.